Real Madridə vuran 9 nömrə lazımdır. Həm başı ilə oynaya bilən, həm fiziki güclü, həm sürətli. Belə Benzema tipində də, yəni Benzema bunun bariz nümunəsidir. Kylian Mbappe bu deyil axı. Kylian Mbappe tam başqa bir tip oyuncudur. Kylian Mbappe azadlığı sevir. Kylian Mbappe istəyir ya sağda olsun, ya solda, ya mərkəzdə, ya cinahlarda. Sənin yanında Vinicius kimi bir oyuncu var. Yəni Vinicius mənə görə hal-hazırda ən yaxşı sol wingerlərdən biridir. Yəni ona ən yaxın rəqib Kvaratskhelia ola bilər. Və sən Vinicius'dan təbii ki, yola gedə bilməyəcəksən. Sırf olaraq oyun aspekti üzərindən. İndi şəxsi münasibətlərinə qarışa bilmərəm, bilmirəm. Bəlkə də indi Kylianla Vinicius zor dostdular. Hər oyundan sonra gəlib bəlkə mıxlayırlar, eləyirlər. Onu bilmirəm. Amma sırf əgər oyun prizmasından baxırıqsa, bu adamların uyumu yoxdur. Bəli, klassları o qədər yüksəkdir ki, bəzən bir-birlərinə verdikləri ötürmə zamanı, assistlər zamanı biz o uyumu görürük. Çünki klassları yüksəkdir bu oyuncuların. Amma tam o oturuşulmuş bir tandem yoxdur bunların arasında. Real Madriddə Olise kimi solaxay bir winger lazımdır. Vinicius kimi driblyor, texnikalı sol winger lazımdır. Və bitirici qüvvəsi güclü olan, tamamlayıcı olan 9 nömrə lazımdır. Mbappe burada biraz krayna qalır, belə qıraqda qalır. Ya Vinicius satılmalıdır, ya Mbappe satılmalıdır. Ya bunun çarəsi budur məncə.